Azərbaycan dilində biz hər zaman aldım deyirik. Amma ingilis dilində aldım üçün bir sıra feillər var. Bəs biz bu aldım feilləri arasındakı fərqi bilirikmi? Buy. Buy pulunu ödəyərək almaqdır. Maşın almaq, ev almaq, kitab almaq və s. Məsələn, buying a house, buying a car, buying a book and so on. Nə etdim? Hər birində mən bunların pulunu ödədim. Take. Take sadəcə aldım. Burada pul ödəmə yoxdur. Məsələn, kitabı rəfdən ala bilərəm. Taking a book. Və yaxud da kitabı sadəcə masadan ala bilərəm. Burada əsas budur ki, mən pul ödəmirəm. Sadəcə kitabı alıram və s. Receive. Receive sadəcə təslim aldıqda istifadə olunur. Məsələn, bağlama almaq, mail almaq, məktub almaq və s. Biz nə edirik bunları? Biz sadəcə təslim alırıq. Get. Get bunların hamısının ümumiləşmiş versiyasında istifadə olunur. Get deyəndə biz nə isə alırıq, amma hansı variantda aldığımızı bildirmirik. Bunun üçün biz buna həm mağazadan nə isə almaq mənasında pul verib, nə isə təslim almaq və ya sadəcə nə isə hardansa almaq, götürmək mənasında istifadə edə bilərik. Okay. Bəs sizcə borc almaq ingilis dilində necə deyilir?